Efirdə Azərbaycan Saat proqramının şənbə buraxılışı. Studiyada mən Seymur Əzil. Bu dəfə də biz ölkəmizin ən mühüm hadisələrindən, ölkəmizdəki ən mühüm hadisələrdən və onun ətrafındakı olaylardan danışacağıq. Yenə də Azərbaycanda baş verən hadisələrin təfərrüatını, çılpaqlığını sizə biz çatdıracağıq. Yeganə alternativ efir məkanı olan Azərbaycan Saatında xoş gördük. Hörmətli tamaşaçılar, bilirsiniz ki, Azərbaycanda korrupsiya və rüşvət haqqında danışarkən heç vaxt sadə insanların ağlına 100 manat, 200 manat maaş olan həkimlər, müəllimlər gəlmir. Amma dövlət məmurlarının ağlına rüşvətxoru həbs eləmək gələn kimi onlar həkimi, məmuru həbs elətdirirlər. Fəqət Azərbaycanda belə bir deyim ortaya çıxıb ki, əslində korrupsiya uğrunda mübarizə getmir. Yəni korrupsiya qarşı mübarizə getmir. Böyük korrupsioner, kiçik korrupsioneri sıradan çıxardır. Belə hadisələr, belə epizodlar çox olub. Bilirsiniz ki, bir müddət öncə korrupsiya qarşı mübarizə adı altında bir xeyli müəllimi, həkimi, iş adamını həbs elədilər. Amma onların gördükləri iş, aldıqları pul bəlkə də yaşamaq uğrunda mübarizə üçün lazım idi. Bilmirəm, belə şeylərə haqq qazandırmaq olmaz. Amma elə böyük həqiqətlər var ki, xırda həqiqətlər onun yanında demək olar ki, görünmür. Onu görmək üçün lupa ilə, mikroskopla axtarıb tapmaq lazımdır. Söhbət elə xırda korrupsiyanerlərdən gedir. Amma nəhənglər böyük bazarlıq sahibi kimi hələ də davam edirlər. Bilirsiniz ki, Azərbaycanda hakimiyyətin korrupsiya piramidasında adı hallanan insanlardan biri də Fövqəladə Hallar Naziri, Dövlət Gömrük Komitəsinin sabiq sədri Kəmaləddin Heydarovdur. Kəmaləddin Heydarovun haqqında danışarkən onun biznes şirkətləri demirlər. Deyirlər ki, Kəmaləddin Heydarovun biznes imperiyası. Bəli, imperator ləqəbli Kəmaləddin Heydarovun biznesinin sərhədləri haqqında, daha doğrusu siyasi haqqında ayrı-ayrı zamanlarda mətbuat orqanlarında materiallar çap olunub. Wikileaks'də də bu materiallar çap olunmuşdu, amma bu yaxın günlərdə Kontakt Az saytı Kəmaləddin Heydarovun məxsus biznes şəbəkəsinin, imperiyasının siyahısını açıqladı. O siyahını və o yazı ətrafındakı məsələləri Azərbaycan Saatı sizə təqdim edir. Fövqəladə Hallar Naziri Kəmaləddin Heydarovun biznes imperiyasına daxil olan şirkətlərin və onun nəzarət etdiyi qurumların bir hissəsinin siyahısı yayıb. Siyahını Kontakt saytı açıqlayıb. Siyahıda Kəmaləddin Heydarova bağlı olan 335 şirkət və qurumun adı var. Onların arasında Qafqaz Point Otel, Qəbələdə Qafqaz Resort Otel, Qafqaz Sport Otel, Bakıdakı Qafqaz Park Otel, Bakıdakı Kempinski Hotel, Qəbələdə Qafqaz Qəbələ City Hotel, Xaçmazda Jale İstirahət Mərkəzi, Mərdəkanda Çimərlik İstirahət Mərkəzi, Qəbələdə Savalan Qum Çınqıl İstehsalat Sahəsi, Qobustanda Çörək Sexi, Bakı şəhəri Sabahar rayonunda Gilan Kafesi, Yasamal rayonunda icarə obyektləri, Qobustan rayonunda daş karxanaları, Atlant İnşaat MMC, Qafqaz İnşaat MMC, Abşeron Ticarət MMC, Zərgər müəssisəsi, Şamaxı Olimpiya İdman Kompleksi, Qəbələ Şərab Açıq Səhmdar Cəmiyyəti, Qəbələ Kərpic Zavodu, Bakı Kərpic Zavodu, Goranboy Gips Daş Karxanası, Tovuzda Süd Zavodu, Tərtərdə Süd Zavodu, Zaqatalada Süd Zavodu, Qəbələdə Fındıq Emalı Zavodu, Bakı Meyvə Suları Zavodu, Jale Limonat Zavodu, Bakı Beton Zavodu, Xanlar Makaron Fabriki, Qobustanda Asfalt Zavodu, Qəbələ rayonunda Heyvandarlıq Kompleksi, Bakıda Dəri Zavodları, eləcə də Şirvanda Nəqliyyat MMC, Şirvan Sənaye MMC, Saatlı, Sabirabad, Səlyan, Bərdə, Qaradağ, Biləsuvar İmişlidə Pambıq MMC və sairə saymaqla qutarmayan şirkətlər yer almışdı. Xatırladaq ki, Kontakt Az saytı Kəmaləddin Heydarova məxsus müəssisələrin, şirkətlərin hələ bir hissəsinin siyahısını dərc edə bilmişdi. Kəmaləddin Heydarovun biznes imperiyası barədə isə 2 il əvvəl məxfi Wikileaks materiallarında sənədlər yayılmışdı. ABŞ-ın ölkəmizdəki səfirliyinin hazırladığı materialda Kəmaləddin Heydarov ölkədə böyük biznes şəbəkəsinə və sərvətə malik olan şəxs kimi göstərilirdi. Sənədlərdə yazılırdı ki, Heydarov Dövlət Gömrük Komitəsi üzərində nüfuzunu qoruyur. O geniş imkanlara malik nəhəng imperiyaya sahibdir. Onun imperiyası korrupsiya üzərində qurulub. Heydarovlar ailəsi Azərbaycanda
iri biznes imperiyasını idarə edir. Bu biznes imperiyası meyvə şirələrindən tutmuş tikinti sahələrinə qədər özündə cəmləşdirir. Heydarovlar ailəsi Azərbaycanda Hakim Paşayevlər ailəsindən sonra ikinci nüfuzlu və varlı ailədir deyə Wikileaks'də göstərilirdi. Kemaləddin Heydarov Azərbaycan hakimiyyətinin güclü siyasi figurlarından biridir. Müxtəlif zamanlarda ölkə başçısı İlham Əliyevin alternativi kimi də xarakterizə olunur. Onun gücü və ambisiyası imkan verir ki, Heydarov ölkəni idarə etməyə iddia etsin. Hətta 2009-cu ildə belə bir şaya yayılmışdı ki, Kemaləddin Heydarov hərbi hava qüvvələrinin komandanı Rail Rizayevin öldürülməsi əmrini verib. Onun Rizayevlə münasibətlərinin korlanma səbəbi isə bundan ibarətdir ki, General Heydarova məxsus təyyarənin məcburi eniş etməsinə əmr verib. Kemaləddin Heydarov 9 il Dövlət Gömrük Komitəsinin sədri olub. Məhz bu illər ərzində Heydarovun vardiyyatında yüksək artım müşahidə olunub. 2006-cı ildə isə o, ölkənin hərbiləşdirilmiş strukturu Fövqəladə Hallar Nazirliyinin rəhbərliyinə gətirilib. Bu struktur ölkənin super fövqəladə qurumu hesab olunur. O, mükəmməl rüşvət sistemi yaratdığına görə hakimiyyətin hörmətini qazanıb. Gömrük Komitəsinin rəhbəri olması onun daha çox varlanmasına, inhisarçılığı genişlənməsinə imkan yaratdı. O, mükəmməl rüşvət sistemi və korrupsiya aparatı yaratdığına görə də hakimiyyətin hörmətini qazanıb. Heydarov Fövqəladə Hallar Naziri təyin olunandan sonra Dövlət Gömrük Komitəsi üzərində hakimiyyətini qoruya bilib. Həmin qurumun gəlirlərində o pay sahibidir. Fövqəladə Hallar Nazirliyi yanğından mühafizə departamentinə və digər fövqəladə xidmətlərə, yanğın müfəttişliyinə, Dövlət Taxır Fonduna, həmçinin tikinti üçün lisenziyaların verilməsinə nəzarət edir. O, ölkənin əksər nazirliklərinin gəlirlərində paya malikdir. Onun rəhbərlik etdiyi nazirlik istədiyi tikinti layihəsini dayandıra, inşaat işlərinin həyata keçirən şəxslərin həbs olunmasına şərait yarada bilir. Fövqəladə Hallar Nazirliyi bir növ hüquq mühafizə orqanı kimi də fəaliyyət göstərir. Hətta ölkədə fəaliyyət göstərən xarici şirkətlərə belə müxtəlif yollarla təzyiq edir. ABŞ-dan gəlmiş iş adamlarına aid şirkətlərə müxtəlif bəhanələrlə maneələr yaradır. Onlara qarşı temperaturun dəyişdirilməsi, hava təzyiqinin aşağı salınması kimi absurd ittihamlar irəli sürür. Nazirlik sanki günəşin altında hər şeyə nəzarət edir. Kemaləddin Heydarov gülərək Azərbaycan məhkəmə sisteminə də lağ edir. Heydarov bildirir ki, Azərbaycan məhkəmələrində qalib gəlmək üçün mütləq hakimlərdən biri ilə dırnaqarası yaxşı dost olmalı ya da Benjamin Franklini dəvət etməlisən. O, burada Benjamin Frankli deyərkən ABŞ dollarını nəzərdə tutur. Əlbəttə, məhkəmə zalında qalib gəlməyin başqa yolu da var. Ciddi siyasi qüvvəni təmsil etmək. Bütün bunlar hamısı ABŞ-ın ölkəmizdəki səfirliyi tərəfindən hazırlanan məruzədə göstərilirdi. Wikileaks sənədlərində bildirilirdi ki, Kemaləddin Heydarovun oğlanları Nicat və Talih atalarına 20 milyon dolları olan 2 ədəd Gulfstream təyyarəsini almaq istədiklərini bildiriblər. Hazırda ailənin Airbus 319 təyyarəsi var. İlkin olaraq bildirilmişdir ki, Gulfstream hüquqi Şams Əl-Sahra şirkəti ilə İran əsilli iş adamı Manuşöhr Əhədpur Xənqan arasında bölüşdürülüb. Onların hər biri təyyarələrinin 50%-nə sahibdir. Xaqan əvvəllər səfirliyə tanış deyildi. Lakin Gulfstream şirkətindən alınan məlumatlara görə o həm İran, həm də Azərbaycan vətəndaşlığına malikdir. Gulfstream şirkəti Heydarovlardan onların maddi sərvətlərinin qanuniliyini təsdiqləyən məlumat istəyib. Heydarovlar isə ailə aktivlərinin qısa icmalını təqdim ediblər. Məlum olub ki, onlara ərzaq konservləşdirilməsi, tikinti materialları, beton, asfalt, kimyəvi maddələr, kərpic, gips materialları, dəri, süd, şirə, spirtli içkilərin istehsalı, fortepiano satışı, CD və DVD məhsullarının hazırlanması, həmçinin bank, turizm, kənd təsərrüfatı, sığorta və tikinti sahələrində çalışan şirkətlər məxsusdur. Heydarovlar ailəsinin biznes imperiyasına Gilan Holding, Qəbələ Jalə kimi şirkətlər də daxildir. Gilan Holding Bakının əsas daşınmaz əmlak bazarına nəzarət edir. Müşahidəçilər Gilan Holdingi Dubai World və Nick Hale kimi məşhur dünya holdinglərinin kiçik variantları kimi dəyərləndirirlər. Heydarovlar həm də meyvə şirələri bazarını insarda saxlayırlar. Ölkədə süni qiymət artımını möhkəmləndirərək normal rəqabət sisteminin qarşısını alırlar. ABŞ-ın USAID təşkilatı Azərbaycanda nar şirələrinin istehsalını inkişaf etdirməklə maraqlananda məlum olub ki, bu sahədə Heydarovun
insarındadır. Onun icazəsi olmadan meyvə şirələri biznesinə daxil olmaq qeyri-mümkündür. Azərbaycan iqtisadiyyatında monopolist maraqlar dominantlıq edir. ABŞ səfirliyinin qeydində yazılır. Müşahidələrimiz göstərir ki, siyasi sferada diplomatiyanın öndə gedən əsas qüvvələrindən biri məhz Kemaləddin Heydarovdur. Əldə olunan məlumatlara görə Heydarov Pepsi, Red Bull, British American Tobacco, Japan Tobacco və Imperial Tobacco kimi brendlərin Azərbaycanda lisenziyasına sahibdir. Heydarov Caspian Fish Company şirkətinə sahib olması və onu idarə etməsi haqda da Amerikalı nümayəndə heyətinə həvəslə məlumat verib. Ötən həftənin hadisələri, yəni negativ hadisələrinin fonunda həm də pozitiv hadisə baş verdi. Bu oydu ki, Azərbaycanda uzun müddətdir, durmadan, dayanmadan avtoritarizmə qarşı informasiya müharibəsi aparan Azadlıq qəzeti beynəlxalq təşkilatlardan birində mükafata layiq görüldü. Beynəlxalq İndeks Sensorship təşkilatı Azadlıq qəzetini təltif etdi. Bu, əslində Azərbaycanda söz azadlığının və ifadə azadlığının sonuncu qalasını bəlkə də dəstəkləmək idi mənəvi baxımdan və Azadlıq qəzetinin baş redaktoruna müavini Rahim Hacıyev bu təltifi almaq üçün Böyük Britaniyaya getdi. İndi Rahim Hacıyev bizim studiyamızda bu mükafatla bağlı suallarımızı cavablandıracaq. Rahim bəy, Azadlıq qəzeti ötən həftə İngiltərənin Index Censorship beynəlxalq təşkilat tərəfindən mükafatlandırıldı. Bu mükafat nəyə görə azadlığa verildi və siz bunu necə qiymətləndirirsiniz? Qeyd etdiyiniz kimi Index Censorship təşkilatı Böyük Britaniyada fəaliyyət göstərən beynəlxalq təşkilat kimi tanınır. Çox uzun illər ki, bu təşkilat dünyada söz və ifadə azadlığı uğrunda mübarizə aparan təşkilatlar və fərdləri seçir, qiymətləndirir. Çoxlu sayda təşkilatlar və fərdlər bu prosesdə iştirak edir. İlk növbədə dünyanın ən müxtəlif ölkələrində, xüsusən söz və ifadə azadlığı ilə bağlı ciddi problemlər olan ölkədə ağır, çətin mübarizə şəraitində, mürəkkəb mübarizə şəraitində fəaliyyət göstərən şəxsləri və təşkilatları qiymətləndirirlər. Bu il təşkilat olaraq məhz Azadlıq qəzeti belə bir mükafata layiq oldu. Bir daha təkrar edirəm ki, bu seçki yolu ilə olan bir prosedurdur, bir prosesdir və çox şadam ki, məhz Azadlıq qəzeti bu il üçün Index Censorship təşkilatının təşkil etdiyi sorğuda qalib gəldi və Azadlıq qəzetinə belə bir mükafat verildi. Azadlıq qəzetini həmin təşkilata kimlər təqdim etmişdi? Yəni, bildiyimiz kimi dünyada çoxlu mətbuat orqanları var və Azadlıq qəzetinin o siyahıya düşməsi kimlərin səyi və araşdırması nəticəsində olub? Məlumat üçün bildirmək istəyirəm ki, 2013-cü il noyabr ayının 22-sində dünyanın aparıcı söz və ifadə azadlığı məsələsinin üzrə monitorinq aparan, müdafiə edən təşkilatlar, beynəlxalq təşkilatlar noyabr ayının 22-sində 2013-cü ildə beynəlxalq ictimaiyyətə Azadlıq qəzetinə dəstək verməklə bağlı müraciət etmişdi. Bu təşkilatlar deməli Freedom House, Sərhədsiz Reportyorlar, Index Censorship, Article 19, Index Censorship və digər böyük beynəlxalq təşkilatlar idi ki, onlar beynəlxalq ictimaiyyətə Azadlıq qəzetini xilas etməklə bağlı müraciət ünvanlamışdılar. Məhz bu tipli müraciətlərin, bu tipli çağırışların nəticəsidir ki, beynəlxalq ictimaiyyət Azadlıq qəzetinin fəaliyyəti ilə daha yaxından tanış oldu və Azərbaycanda uzun illər ərzində bütün repressiyalara, bütün çətinliklərə və problemlərə baxmayaraq demokratik dəyərlər uğrunda, Azərbaycanda ümumbəşəri dəyərlərin təntənəsi uğrunda, o cümlədən söz, ifadə azadlığı uğrunda mübarizə aparan Azadlıq qəzetinə belə bir mükafat verməyi münasib bildilər. Azərbaycanda sizin qəzetdən başqa hansısa bir qəzet bu mükafatı alırmı? Yox, ilk dəfə idi ki, bir təşkilat olaraq məhz Azadlıq qəzeti bu mükafata layiq görülür. Ayrı şəxslər olub, amma ilk dəfə idi ki, Azadlıq qəzeti mətbuat orqanı kimi belə bir mükafata layiq görülür. Bu il bu qəzetin 25 yaşı tamam olur. This year is the 25th jubilee of Azadlıq newspaper. Təəssüf ki, böyük Şekspirin vətənində onun qəhrəmanı Hamletin fikrini xatırlatmaq mümkün deyil. Olmaq, olmamaq, qalmaq, qalmamaq. Newspaper is facing dilemma, like,
from Shakespeare's Hamlet, to be or not to be. Bu qəzetin kollektivinin peşəkarlığı və yaxud da fədakarlığı ilə bağlı olan məsələ deyil. Bu, Azərbaycan hakimiyyətinin korrupsiya əməllərindən yazan bir qəzet olan münasibətidir. It's not about professionalism of the newspaper or braveness of journalists who are working at Azadlık newspaper, but it's mainly about Azerbaijani government who's putting pressure on Azadlık newspaper, which is writing consistently about corruption. Əgər bir neçə il əvvəl qısa müddət ərzində qəzetin baş redaktoru və satirik yazar saxta ittihamla həbs olundusa, 2 əməkdaş bıçaqlandısa, bir əməkdaş oğurlandısa, digəri reportajdan qaydanda döyüldüsə, hakimiyyət indi taktikanı dəyişib. Last year's harsh repressions have been started against Azadlık newspaper, and chief editor and the staff member of the newspaper, poet satirists, were imprisoned with fabricated charges after court decision. The kidnapping and beating of a newspaper staff followed by a similar incident when an Azadlık journalist was returning back, fulfilling his job duties, and was beaten in the evening time. And 2 journalists, they were stabbed for their critical articles. And I would like to say that now Azerbaijani government changed their tactic. Bu müddət ərzində bizim qəzetin kiçik kollektivinin, 30 nəfərlik kollektivin heç bir üzvü bütün repressiyalar, çətinliklərə baxmayaraq qəzeti tərk etməyib. Our team, which is 30 people, never gave up. And as we started from the first day when Azadlık newspaper was set up in 1989, we are keeping working with the same staff. And Uzun illərdir ki, bir qəzetin Azərbaycanda mövcud olan tiraniyaya qarşı mübarizəsinin biz şahidiyik və biz bunu yaşayırıq. We are facing how Azerbaijani government putting pressure, and that this is a struggle against tyranny. Bu qəzetin mübarizəsi Azərbaycanda universal dəyərlərin təntənəsi uğrunda olan mübarizədir. Bu artıq qəzet işi deyil, bu jurnalist işi deyil. Bu sadəcə olaraq diktatura ilə mübarizədir və biz sona qədər bizim kollektiv bu mübarizəni aparacaq. Biz heç son barədə düşünmürük. Bizim üçün başlıca məsələ hər gün böyük qətiyyətlə, böyük inamla, böyük iradə ilə gerçək, satılmayan ənənələrə, həqiqi jurnalist ənənələrinə sadiq kollektivin fəaliyyətidir və mən şübhə etmirəm ki, Azərbaycan ictimaiyyətinin, beynəlxalq ictimaiyyətin, sizlərin və bizə sadiq oxucuların köməyi ilə biz bu problemləri aşa biləcəyik. Çox sağ olun. Əziz həmvətənlərimiz, Qarabağ uğrunda döyüşmək, torpaq uğrunda döyüşmək, vətən uğrunda, namus uğrunda döyüşmək hər bir vətəndaşın borcudur. Amma vətəndaşın borcudur. Bu o mənanı verir ki, vətən də həmin vətəndaşa sahib çıxmalıdır. Bu mənada biz vətən deyəndə dövləti, dövlət orqanlarını, hakimiyyəti nəzərdə tuturuq. Elə insanlarımızı, cəmiyyəti nəzərdə tuturuq. Azərbaycanda Qarabağ döyüşçülərinin, Qarabağ veteranlarının vəziyyəti çox acınacaqlıdır. Ötən ilin sonlarında özünü yandırmağa məcbur olan Zaur Həsənov və onun ardı-ardınca bir neçə belə cəhdlər əslində bu qəbildən olan insanlara dövlət qayğısının necə olduğunu ortaya qoydu. Zaur Həsənov özünü yandırandan sonra onun ailəsinə borcu olan qədər nəqd pul verdilər. Və sonradan da belə fikirlər səsləndi ki, əslində Zaur Həsənov ölməsəydi, o pulu verməyəcəkdilər. Bilmirəm bu nə qədər doğru iddiadır, amma onu deyə bilərəm ki, Azərbaycanda doğrudan da artıq ermənilərə güllə atmış insanların nəsli kəsilməkdədir. Bu təbii şəkildə baş verir, yoxsa təşkil edilir. Bunu da demək çətindir. Məsələ burasındadır ki, bir nəsil zabitlər, yəni Qarabağ uğrunda fəal olmuş yüksək rütbəli zabitlər
artıq yoxdular. Vaxtınızı alıb uzun siyahı oxumaq istəmirəm, amma bir neçəsinin adını demək də olar. Məsələn, Rövşən Cavadov, Şirin Mirzəyev, Eldar Bağırov, Allahverdi Bağırov və nəhayət Fəthullah Hüseynov. Bu adamlar yoxdular və indi xırda rütbəli zabitlər və döyüşçülər sıradan çıxmaqdadılar. Bu yəqin ki, həm də Qarabağı bizə addım-ba-addım unutturmaq, yəni tarixin unutturmağı prosesidir. Təkcə tarixin mi? Bu da çətin məsələdir demək. Amma Qarabağ döyüşçüsü Şinasi bəy Şuşada yaralanıb, qəhrəman ata indi deyir ki, çox şeyləri demirəm sizə və əgər intihar məktubu yazsam, orada hər şeyi göstərəcəm. Meydan TV-nin əməkdaşları Şinasi bəylə söhbət ediblər. Ən pis ağrını Şuşa işğal olunanda keçmişəm. Amma indi ondan pis günlər yaşayıram. Siz təsəvvür edin, Şuşa işğal olunanda travmatologiya üstünü eşitdim. Bilmədim özüm 3-cü mərtəbəni. Dura bilsəydim, bəlkə də oradan özümü ora atardım yerə. Ya dedim, ay Allah, kaşı Kalyaskada oturmaq, o əlil arabasında mənə aparsınlar, o post Şuşanın o girəcəyində, harada dayanıb döyüşçülərimiz, orada qoysunlar, əlim avtomatı versinlər, heç olmasa elə durum orada. Şu arabaya minmək imkanım da yox idi, elə ağır vəziyyətdəydim. 22 dəfə əməliyyat olunmuşam. Qrat raket qrupusunun mərmilərinə yaralamışam. Bakıda Travmatologiya İnstitutunda 3 ay yarım yatdım və bu 3 ay yarımda dəfələrlə əməliyyat olundum. Onda mənim ayağımı kəsmək istəyirmişlər, mən sonralar bilmişəm. Amma bu kəsilməməsi sonradan elə vəziyyətlər yarandı ki, bir dəfə hətta xəstəxanada başımı vururdum divara, dedim bu qədər ki, əziyyət olacaq, tutaq sponsor tapmayanda. Başa düşürsünüz. Bilmirdim o həkimlərə sağ ol deyəm, yoxsa deməyəm ki, mənim ayağımı kəsmir, saxlamağa cəhd edirlər. Və o qohum əqrabiya da, dostlara da, hansı ki, çalışırlar ayağımı kəsməklər. Çünki artıq sponsor tapmaq lazımdır. Bu əməliyyat da mikroxirurgiya əməliyyatları olur. Bu ardıcıl olmalıdır da, başa düşürsünüz. Yəni, bir dəfə bunun hamısını eləmək olmaz. Mən nə zülümlər ki, çəkdim, xüsusilə bu son 2-3 ayda, o cəhənnəm əzabını mən çəkirəm, onu o davam edir, yəni qurtarmayıb ki, onu heç düşmənimə vallahi arzu eləmərəm, düşmənimə. Faizlə, faizsiz, belə boş pullar aldım. Birindən 1000 manat, birindən 2000, birindən 500, birindən 300. Bax, belə sonralar, yəni bu müalicələrimi ki, başa çatdırdım. Əslində tam başa çatdırmamışdım. Mənə daha bir böyük əməliyyat lazım idi. Almaniyada həkimlər dedi. Əsas 50.000 manat mənim borclarım var. Banklardan zəng gəlir. Mən də bilirsiniz nətər adamım təbiətən. Baxmayın o cüssəməz adam. O üz istəmək, abırsız adam deyiləm ki, başa düşürsünüz, nəsə deyəm, boşda olan adamın yanında boynum o deyir, günahım var deyə qrat raketi ilə mən yaralanmışam da. Yəni, o məhrumiyyət işsinməyə şunası, mən, telefon zəngləri bu dəqiqə mənim ən böyük düşmənim telefon zəngləridir. Başa düşürsünüz. Allah hamd olsun, Quran hamd olsun, bəlkə də bir dəfə telefon zəngli olanda mənim vaxt olur. Bir dənə istəmişəm ki, belə demək çıxmasın, millət yaşasın, vətən yaşasın. Onun görə uşaqlarımı da bu yöndə, bu səpkədə böyütmüşəm, özüm də həyatımı belə yaşamışam. Bundan sonra da heç bir zənginliyi, heç nə istəmirəm. Bir dənə Allah'a uzun ömür də istəmirəm. Allah mənə imkan versin, o borcumu bağlayıb, Allah'a qurban olum. Bu dövlət, millət, bax, qurban olum, səsimi çatdırım. Bu, əvvəl, bir dənə mənim qürurlu yerim var ki, fikirləşirdim uşaqlara, bir dənə bir qəhrəman ataları var da, yəni onlar fikirləşir ki, heç rəyimiz deyil, ayaqqabım deşik olsa üzr istəyirəm, köhnə olsa, nə bilim, paltar çatışmasa, bundan miskilin çəkmin, əziyyətin çəkmin və buna görə heç vaxt utanmamışam. Evimizdə yağlı yerik, yavan yerik, evimiz varmı, yoxmu, heç, mən ev barədə fikirləşməmişəm həyatım bu, heç, ona görə də bu günə qədər heç bir yerə müraciət eləməmişəm. Amma indi, uşaqlar nə görürlər? Uşaqlar səhər açılandan qurban olun, qadan olun, qurban olun, başını dönün, mərğan altında ölüm deyən bir dənə yalvaran ata görür. Qəhrəman ata dünənə qədər obrazı bir var idi. Varım yox, uşaqlara var qoymamışam, dövlət qoymamışam. Fəxr edirdim ki, heç nəyimiz yoxdursa, bir insanlığımız var, ən azından da bir vətənpərvərliyi öyrətmişəm, uşaqlar özüm də o cürə qalıramsa. Bu, bizim üçün ən yüksək mərtəbədir. Özüm də yaralı qazi insan, Qarabağ əlli. Belə bir vəziyyətdə təzdən indi uşaqlar nə görür? Qabaq dünənə qədər üzərinə qürurla baxırdım. 5 bacının bir qardaşı olaraq bacılarımın üzünə, övladlarımın üzünə. Amma indi bir dənə səhərdən axşama özüm utanıram uşaqlar, özümdən də utanıram, uşaqlardan da utanıram.
Nə qədər yalvararsan, qurban olun, nə qədər yalvararsan Aytən xanım. Yəni bu millətin içində mənim bu səsimi necə eşidən olmur. Bu rəhbərlərin içində necə bu mənim səsim. Mən sizə demədim, bəzilərini demirəm də. İndi məqam almaqsa gələr, bəlkə özüm intihar eləyəndə bunu yazıb qoyacağım. Bəzi yerlərə getmişəm, iş qəbula boşlanmır. Çox çətindir, əlbəttə, bunu da təqdim eləmək, amma başqa bir Qarabağ döyüşçüsü deyir ki, səhv eləyib ermənilərə güllatmışam. Səhv eləyib onlarla döyüşmüşəm. Əlbəttə, biz bunun sözün birbaşa mənasında başa düşmürük, qəbul etmirik. Amma məsələ açıq-aşkar budur ki, insanlarımızı ermənilərlə döyüşdüyünə peşman edirlər. Maşın necə olub yanıb? Maşın yanırdı, yandırdım, canım ağrıyır, iynə dərmana pul çatdıra bilmirəm. Evim yoxdur, eşiyim yoxdur, icra hakimidir, nazirliyə verər, nazirlidir, icra hakimi verər. Torpaq payım var, onu da satdı, icra hakimi satdı, bələdiyyə ilə, əlbir oldu, satdı. Mən getdim Qarabağdan torpağımızı alım, burada mənə torpaq payımı satdı. Nəyim var, hamını dövlət işlər satıb, dövlət məmurlar satır. Mən də böyük qələt eləmişəm erməniyə, güllə atmışam, indi peşmanəm, vətəni qurmaya da peşmanəm. Maşında yanıb, özümü də yandırırdım içində, anam çıxdı, anamı gördüm. Anama baballığım gəldi, özümü yandırmadım. Amma geçdi, canım ağrıyır, malcaya pul çatdıra bilmirəm. Özümü yandıracaq. Satmaya da bir şey qalmıyor evdə. Hər bir şey evdə satılıb. Hamı satılıb mənə görə. Dövlətlərə çıxır prezidentimiz, hər bir şey malcadır, havaydı, evdə havayı. Amma biz heç havayı görmürük. Maşını yandırdın, polis nə dedi o barədə sonra? Polis orada bir polis var da mənə təzyiq ilə göstərdi, götürüb açıqsını atıb başqa maşının təkərin altına sındırıb. Mən onda yazıb ki, mən vurub sındırmışam onun açıqsı. Təzyiqin altında mən də demişəm ki, mən sındırmışam onun açıqsını. Amma özü atıb maşının altına sındırıb. Sənə hədə qorxu gəldilər? Hədə qorxu gəlir, deyirəm, tutulacaq. İzahatında nə yazdın? Maşını yazdın ki, qorxundan yazdın, ya necə yazdın? Maşının izahatında yazdım, yəni dedib karotkayı söndürəmədim, özüm çıxdım içindən, gördüm yanacaq. Qorxundan demişsən onu? Bəli, təzyiq göstərirlər. Amma əslində hissündən maşını... Bəli, heç orada baxanda polisin də günahı yoxdur, amma... Yox, o maşını konkret niyə görə yandırmışsın? Canım ağrıyır qardaş, özümü yandıracaqdım maşının içində. Anamı gördüm, yandırmadım özümü. Anama baballığım gəldi, özümü yandıracaqdım maşının içində. Pux yemişimi verim yoxsa? Düt də özünə. Bu Sokar dindarlarını deyim də. Sokar dindarlarını deyim də, dururlar. Əziz həmvətənlər, əslində dövlətin insanlara milli, dini, irqi ayrı seçkiliyə görə münasibət göstərməsi başa düşülən deyil. Azərbaycan da konstitusiyasında göstərilib ki, bu cür məsələlər Azərbaycan dövlətinin işi deyil. Yəni, açıq yazılıb ki, dövlət və yaxud da ki, dövlət içərisində heç kəs milli, dini, irqi ayrı seçkiliyə yol verə bilməz. Təbii ki, hər hansı bir yanaşma, cərəyan, ideya dövlətin konstitusiyon əsaslarına qarşı çıxarsa, dövlət ona reaksiya verməlidir, cavab verməlidir. Ancaq bu yoxdursa, yəni bu diskriminasiya dövlətə qarşı çıxmaq yoxdursa, dövlətin orqanlarının diskriminasiya yol verməsi demək olar ki, elə dövlətin özünə qarşı cinayətdir. Azərbaycan Dövlət Neft şirkətində də dindarlara qarşı belə bir əməliyyat başlayıb, onları işdən çıxardırlar. Sizə bu barədə videorolik təqdim edirik. Oruca Vahid Fəziloğlu, Hacı Abbas Əliyev. Biz işləyirik Tekfen şirkətində. Biz namaz qılmaq üstündə bizi işdən çıxardılar, azad ediblər. Yəni biz bu ilə əlaqədar bir gəlmiş Azad Xəbərə müsahibə verək ki, bizim haqqımız bərpa olunsun, hüquqlarımız bərpa olunsun. Yəni biz orada çalışırdıq, 8 ayda işləyirdik orada. Bizə namaz yeri verməyiblər. Bir balaca namaz otağı var idi. Oranı bağladılar. Yəni biz orada sığmırdıq. Çox olduğu üçün yerləşmirdik ora. Ondan sonra bir yanmış bir ambar vardı. Yığışda orada namazımızı qılardıq. Cəm şəkildə. Ondan sonra ora təmir olundu. Bizi oradan çıxartdılar. Gəldi, yer tapa bilməyəndən sonra gəldi bir sahənin ortası. Sahənin deyildi. Bir qıraq yerdə qıldıq namazımızı. Namazımızı qılıb qutarmışdıq, şöyle bitirmişdik. Gəlib başımızın üstünü kəsdirdilər ki, bəs kartlarınızı verin. Soruşanda, səbəbini soruşanda bizə səbəb bildilər ki, bəs heç bir səbəb yoxdur, sadəcə olaraq əmir belədir. Əmir kim verib soruşanda, dedilər ki, Sokar şirkətindən əmir gəlir. Həmin gün bizim kartımızı qaytarmadılar. Ondan sonra biz axşamı getdik, səhər işə gələndə, biz servizdən işə gələndə, bizi avtobuslardan düşürtdülər, bizə dedilər ki, siz işdən azad olmuşsunuz. Mən Abbas Əliyev, mən də Tekfen şirkətində işləyirdim. Eyni Kərbalay qardaşı dediyi sözlərin hamısına qatılıram. Yəni, haqsız yeri bizi, əgər bir namaz qılmağa görə insanı
bu müsəlman dövlətini də işdən çıxardacaqlarsa, bu dünyadan sürgün, bu dövlətdən sürgün eləsinlər, burada bir yaşamaya tutasınız. Əziz həmvətənlərimiz, tarihin və tarixin ironiyası budur ki, banka ağzı açan istehsal olmayan ölkəmizdə bu il sənaye ili elan olunub. Azərbaycanda sənaye varmı? Varsa bu nə sənayesidir və vəziyyətimiz nə yerdədir? İqtisadçı ekspert Rövşən Ağayevlə əməkdaşımız bu istiqamətdə qısa bir söhbət edib. Rövşən bəy, bu il bildiyimiz kimi İlham Əliyev 2014-cü ili sənaye ili elan elədi. Bir iqtisadçı ekspert kimi sizdən rəy almaq istəyirdik. Azərbaycanda ümumiyyətlə indi sənayenin vəziyyətini necə qiymətləndirmək olar və bu sərəncam Azərbaycan sənayesinin inkişafında hansı rol oynayacaq? Yəni, əslinə baxsaq, siz son illərdə hökumət bir neçə dəfə hansısa bir ili turizm ili adlandırır, hansısa bir ili ekoloji ili adlandırır. Bu il isə sənaye ili adlandırılır. Yəni, bunlar indiki situasiyada sırf siyasi təbliğat vasitəsidir və hökumət sadəcə olaraq özünün siyasi təbliğatı olaraq nümayiş elətdirir ki, biz sənayeni inkişaf elətdiririk və bizim buna diqqətimiz var. Amma mən yəni, ilə ad qoymadan sənayenin bugünkü durumuna baxıb demək istəyirəm ki, yəni belə deyək ki, daha çox o nəticəyə gəlirəm ki, ilə nə ad qoyursan qoy, Azərbaycanın bugünkü sənayesinin indiki vəziyyəti ölkədə perspektivdə yaxşı inkişaf vəd eləmir. Nədən söhbət gedir? Bugün Azərbaycanda neft sənayesini kənara qoysaq, yəni qeyri-neft sənayesinin ümumi daxili məhsulda payı ən yaxşı halda 4%-dir. Bugün Azərbaycan sənayesinin 92%-ni neft sektoru formalaşdırır. Yəni, neftdən kənar sənaye sektoru cəmi 8% paya malikdir. Belə bir vəziyyətdə üstə gələk, Azərbaycanın ixracında nefti kənara qoysaq, yəni bugün Azərbaycanın adam başına neftdən kənar ixracı cəmisi $170 təşkil edir. O $170 da ən yaxşı halda adam başına $70-80 neftdən kənar sənayeyə məxsusdur. Mən bir müqayisə deyim sizə, məsələn, Estoniya Azərbaycandan əhalisi bir 7,5 dəfə az, ərazisi bir 2 dəfə kiçik olan ölkədir. Estoniya kimi ölkədə adam başına sənaye ixracı həcmi 5000 avro təşkil edir. Azərbaycanda bu rəqəm, yenə deyirəm, nefti saymasaq, adam başına sənaye ixracının həcmi $70-80 söhbət gedir. Yəni, fərq az qala 90 dəfədir. Belə bir vəziyyətdə, yəni o ilin adını nə qoyursan qoy, o sənayenin inkişafına gətirəcəyi yalnız ili belə adlandırmaqla sənaye inkişaf eləyəcək düşünmək çox sadəlöv yanaşmadır. İkincisi, biz bu prezidentin bununla bağlı fərmanı var, tədbirlər planı var. O tədbirlər planında müxtəlif şəhərlərdə sənaye parklarının yaradılması nəzərdə tutulur. Ta ki, Gəncədə, Mingəçevirdə, Sumqayıtda, bütün dünyada sənaye parkları o vaxt effekt verir ki, orada sənaye müəssisələrinə yanaşı onun elmi-texniki, texnoloji əsaslarını quran institutlar, universitetlər olur. Məsələn, Gəncədə sabahlarım sənaye parkı yaradılacaqdır. O sənaye parkında hansı universitet biliyi, hansı universitet əsaslı təsisat o sənaye parkının inkişafına səbəb olacaqdır. Ona görə də yəni, bizim hökumətimiz hansısa bir institutun yaradılması haqqında düşünür, ta ki, sənaye parkı. Amma dünya təcrübəsində tutaq ki, onun bir tərəfini götürür. Tutaq ki, onun universitet əsaslı bir park kimi götürülməsini ümumiyyətlə nəzərdən keçirilmiş. Türkiyə, məsələn, tutaq ki, 100-ə qədər sənaye zonası var bu günləri Türkiyədə. Azərbaycanda bu günə qədər hökumət xüsusi iqtisadi zonalar haqqında qanun qəbul edib, sənaye ili elan edən hökumət elə yaxşı olardı ki, xüsusi iqtisadi zonaların yaradılmasına nail olaydı. Azad iqtisadi zonaların yaradılmasına nail olaydı. Azərbaycanda investisiya fondlarının yaradılmasına nail olaydı. Təsəvvür edin ki, bu ölkədə bir investisiya fondu yaradıblar. Adın sahibkarlığın sənayenin inkişafına dəstək fondu kimi götürüblər. Amma bu fondun pul verdiyi təsisatlara fikir verin, ölkənin bazarlarını monopoliya altında saxlayan Azərsun Holding kimi iri şirkətlərə vəsait ayırır, sement zavodu kimi iri şirkətlərə vəsait ayırır. Yəni, bu hökumətin məramı, məqsədi, belə deyək ki, aydın deyilsə və kiçik orta sahibkarlığın inkişafına yönəlməyibsə, bu ölkədə sənaye ili elan edilməyin heç bir mənası yoxdur. Hörmətli tamaşaçılar, Azərbaycan Saatının müəllifi Qənimət Zahid yenə bu həftənin analizini sizə təqdim edəcək. Təbii ki, həftənin analizi deyərkən Qənimət bəy bu həftə bizə özünə məxsus bir analiz təqdim edəcək. İndi buyuraq Qənimət bəy izləyək. Ötən proqramda Azərbaycandakı qudurbanlığın doğurduğu kriminal mənzərədən danışmışdım. Bunu davam etdirəcəyik. Amma qudurbanlığın doğurduğu daha dəhşətli nəticələr də var ki, onlar haqqında da danışmaq lazımdır və zəruridir. Ukraynanı görürsünüzmü? Deyəcəksiniz ki, parçalanır, dağılır, bəzi ağız gözləklər orada baş verənlərin günahını demokratiya, şəffaf idarəetmə arzulayan korrupsiyaya qarşı mübarizə aparan xalqın üzərinə yıxmağa çalışacaqlar.
Bu cür səslər artıq hətta eşidilməkdədir. Amma Ukraynada baş verənlərin kökü daha dərin mətləblərə bağlıdır və demokratiyanın alternativinin olduğunu, bu alternativi məsuliyyətsiz və tamahkar idarəçilərin zorakılıqlarına boyun əymək kimi dərk edənlərin dayaz qapıları üçün deyil o mətləbləri anlamaq. Ukraynadan qaçan Viktor Yanukoviç milyardlarla dollar pul uğurlayıb apardı, tonlarla qızıl apardı. Ölkənin əmin-amanlığına apardı. İndi Rusiyada oturub ordaşlara hesabat verir ki, 4 illik prezidentliyi ərzində Ukraynanı işğal etmək üçün Ruslara hansı imkanları yaratdı. Artıq sizə bəllidir ki, son 4 il ərzində orada bir-birini əvəzləyən 4 müdafiə naziri Rusiyanın sifarişi ilə vəzifəyə təyin edilmiş Rusiya vətəndaşları olub və onların hamısı ordunun bütün strukturlarını dağıtmaq, maddi-texniki bazasını söküb satmaqla məşğul olublar. Və bunu qəsdən ediblər. Artıq sizə və bütün dünyaya bəllidir ki, Ukraynada neft təsərrüfatı ilə məşğul olanlar Putinin cibindən çıxır və onların biri Fırtaş familiyalı milyarder Avropa ölkələrinin birində həbs edilərək sorğu-suala çəkilməkdədir. Yanukoviç Ukraynada ən gəlirli sahə olan kömür istehsalı və ixracı üzərində sərt ailə kontrolu tətbiq etmişdi və bu sahədən gələn gəlir müstəsna olaraq onun ailə sərvətləri dəftərinə yazılırdı. Ukraynada bütün gəlirli və strateji əhəmiyyətli sahələr onun ailəsinin nəzarəti altında olmaqla Rusiya verilən hesabatlara daxil edilmişdi. Nəticəni görürsünüz. Rus ordusu imperiyanın oğru və talancı satrapının ölkədən qovulmasının qisasını alır. Köhnə Sovet ölkələrinin əksəriyyətində durum belədir. İlk dəfə olaraq bu sindromdan Saakashvili qurtuldu. Gürcüstan prezidenti Saakashvili əskidən qalma müdafiə nazirini işdən çıxarmaq istəyəndə Vladimir Putin ona tövsiyə edib ki, müdafiə nazirinə dəyməsin, o yaxşı kadrdır. Moskvadan Tbilisiyə qayıdan Saakashvili həmin müdafiə nazirini dərhal işdən götürür və Nazirlər Kabinetində başqa işə keçirir. Putin ona irad tutanda isə mən sizin kadrınızı daha məsul vəzifəyə təyin etdim deyir. Putin bu öz başınalığı Saakashviliyə hələ də bağışlamır. Azərbaycanda müdafiə nazirinin və başqa güc nazirlərinin necə, hansı prioritetlər nəzərə alınaraq təyin edildiyini mən bilmirəm. Amma onu bilirəm ki, Azərbaycan bir nəfərin kontrolunda olan ölkədir. Burada müdafiə naziri bir yana, hətta mədəniyyət nazirinin hansı prioritetlər əsasında işə qoyulduğunu kimsə bilmir. Mən onu demək istəmirəm ki, İlham Əliyev hətta mədəniyyət nazirini də Rusiyanın razılığı ilə vəzifəyə təyin edir. Onu demək istəyirəm ki, İlham Əliyev hətta deputatları belə Azərbaycan seçicisinin razılığı ilə təyin etmir. Və bu cür ölkələrdə sonra nələrin baş verəcəyi, hansı faciələrin yaşanacağı da bir qayda olaraq diktatorların özünə və onların hesabat verdiyi ölkələrə bəlli olur. İlham Əliyev Azərbaycanda heç kimə hesabat vermir. Azərbaycan xalqına da hesabat vermir. Amma hesabat verdiyi bir yerlər var və bu yerlərin hansı yerlər olduğunu hər kəs biləcək. Rusiya, Ukrayna xalqına onu bağışlamır ki, onun razılığı olmadan özlərinə prezident seçmək fikrinə düşürlər. Bu, Ukraynanın birdəfəlik olaraq Putinin nəzarətindən çıxması deməkdir. Əslində, özünü sərvətə və pula bağlamış prezidentlərin Putin və Rusiya qarşısında öhdəlikləridir bu ölkələrdə xalqların ilk günündə yaşamasının səbəbi. Cənab Putin bu diktatorlara satrap hüququ tanıyıb və onların vasitəsilə öz ölkəsinin, amma ən başlıcası öz varidatının strateji təhlükəsizliyini qorumaqdadır. Bu satraplar da boyunlarını qısıb taleyin onlara mı və ya onların sümürdükləri millətlərə mi yaşadacağı faciənin nə zaman gələcəyini gözləməkdədirlər. Yeri gəlmişkən, İlham Əliyev son müşavirələrinin birində qudurğanlıqdan danışırdı. Daha doğrusu, məmur övladlarının qudurğan davranışlarından orada möhkəm bir söz işlətdi. Dedi ki, kim bu qudurğanlıqları təkrar etsə, onların atalarını işdən qovacaq. İlham Əliyev atasının yaratdığı və özünün idarə etdiyi sistemdə vəzifənin qudurğanlıq mənbəyi olduğunu etiraf etdi. Azərbaycanda vəzifələr qudurğanlıq yaradırmış, həm də istisnasız olaraq bütün vəzifələr. Ötən proqramda xatırlatdım ki, Azərbaycanda İlham Əliyevin nəzərdə tutduğu qudurğanlığın bütün əlamətləri və nəticələri onun ən yaxın ətrafında olan adamların əməllərində görünür. Ukraynada baş verən hadisələrin səbəbi də bu idi. Yanukoviç
heç kimə, o cümlədən Ukrayna xalqına hesab vermək niyyətində deyildi. O, Ukraynaya yalnız oğurluq obyekt kimi baxırdı. Onu qudurğanlıq bitirdi. İçəridən talan edildikdən sonra dışarıdan sökülməkdə olan Ukrayna, onun qudurğan və öz xalqını çeynəyən bir başçısının yaratdığı reallıqdır. Ramiz Rövşənin əla bir şeiri vardı. Nə gündəsən vətən, adam səni sevməyə də utanır vətən. Vətəni bu hala gətirirlər Yanukoviç kimi, İlham Əliyev kimi, başqa diktatorlar kimi. Əziz həmvətənlərimiz, Azərbaycanda bir neçə ildir mülkiyyət məsələsi uğrunda mübarizə gedir. Bakıda evləri sökdülər, məhəlləri sökdülər, indi Sovetskini sökmək istəyirlər. Amma bu mülkiyyət uğrunda mübarizənin bir istiqaməti də gecəqondular deyilən, yəni insanların gəlib ərazidə yaşamaq üçün ev tikiblər, onların sənədləri yoxdur. Və indi bu gecəqondulara yaşayan insanlara necə rəftar olunmalıdır? İlham Əliyev 2 il öncə bir sərəncam imzaladı və o sərəncamda bildirilirdi ki, həmin o qanunsuz evlərə, yəni sənədsiz evlərə sənəd verilməlidir. Amma bugün bu vəziyyət nə yerdədir və əslində niyə o sərəncama əməl olunmur, İlham Əliyevin sərəncamına əməl olunmur, bunun əksinə olaraq insanlar sənədli sübutlu evlərindən köçürülürlər. AXCB sədrinin müavini professor Nurəddin Məmmədli ilə əməkdaşımız bu istiqamətdə söhbət edib. İnqilabların vüsət aldığı vaxtlarda İlham Əliyev özü, eləcə də məmurları bəyan elədilər ki, Bakı şəhərində 500 minə qədər ailə qanunsuz sayılan evlərdə yaşayır. Yəni o evlərin sənədi yoxdur və qısa bir müddətdə o evlərin rəsmiləşdirilməsi göstərişi verildi. Amma bu göstəriş nədənsə unuduldu. İndi biz əks proses görürük ki, hətta sənədi, qanuni kağızlar əlində olan mülklər sökülür. Bu məsələni necə izah edə bilərdiniz siz? Əslində bu sizin də qeyd elədiyiniz kimi İlham Əliyevin bu vədi ərəb inqilablarından doğan təhlükənin nəticəsidir. Həmin dövrdə əhalinin demək olar ki, hər bir fərdinə birbaşa və ya dolayısıyla dəxli olan bu məsələni İlham Əliyev gündəmə gətirməklə böyük bir sosial problemi aradan qaldırmaq iddiasını ortaya qoydu. Çünki müxtəlif hesablamalara görə 500 min ailə hesab olunan bir kontingent ən az 2,5 milyon əhalinə əhatə edir. Ona görə də vaxtilə verilən bu müşavirədə deyilən sözə bu günə qədər əməl olunmuyor. Bu ölkədəki rejimin korrupsioner mahiyyəti ilə bağlıdır. Çünki bu evlərin qanuniləşdirilməsi kütləvi şəkildə kapital itkisinə səbəb olur, rüşvətə itməsinə səbəb ola bilər. Bununla əlaqədar olan ikinci çox önəmli bir məsələ mülkiyyətin qiymətləndirilməsi və sökülməsi ilə bağlı problem. Bildiyiniz kimi mülkiyyət hüququ iki ilahi hüquqdan biridir. Yəni yaşam hüququndan bərabər bu ilahi hüquqdur. Bu hüquqa müdaxilə heç bir cəmiyyətdə mümkün ola bilməz. İkinci çox maraqlı cəhət ondan ibarətdir ki, mülkiyyətə qiyməti ancaq o mülkiyyətin öz sahibi qoyar. Bu barədə onlarca, yüzlərcə nümunələr göstərə bilər. Amma İlham Əliyev heç bir hüquqi prinsip əsaslanmadan çoxulan hər bir evə görə 1500 manat miqdarını müəyyənləşdirdi. 1500 manat olduqca aşağı göstərdi. Bazar iqtisadiyyatının, bugünkü bazar qiymətlərini nəzərə almaqla ev almaq mümkün deyil. Digər tərəfdən bizim vətəndaşlarımız bir şeyi unudurlar. Pul evin özündə yox, onun yerləşdiyi torpaqdadır. Bugün Bakının ən ucqarında belə bir sot yer minimum 500 min manat puldur. Yəni bu vətəndaşları köçürəndən sonra həmin o torpaq iri kapital sahiblərinə, tikinti şirkətlərinə minimum 500 bin manata satılır. Amma vətəndaşa bu pul ödənilmir. Mülkiyyətin ümumi sahəsini hesablayırlar və bu işi də həmin o mülkiyyətin
alan adamın insafına buraxılır. Şəhər dama-dama bölünüb, o dama kimə məxsusdursa, o şəxsi insanlığı özünə və xalqına münasibət ifadə olur. Məsələn, elə yer var, mən misal çəkə bilərəm, Əziz Bəyov Koroğlu metrosunun yaxınlığında kütləvi söküntülər aparıldı. Maksimum 1050 manat hər kvadrat metrə pul verildi. Bu tamamilə qanunsuz bir hərəkətdir. Buna yol verilə bilməz. Vətəndaşın icazəsi olmadığı halda heç kim onun evini sökə bilməz. Pirus bu məsələ ilə bağlı çox önəmli bir cəhətdə qeyd eləmək istəyirəm. 2007-ci ildə İlham Əliyevin qəbul olunmuş, imzaladığı sənəd var. Əgər dövlət ehtiyacları üçün vətəndaşın mülkiyyəti uçurulursa, 20% əlavə gəlir də üstünə gəlir. Verilməlidir, yəni kafes. Əlavə olaraq verilməlidir. Bu da verilir. Yəni, sərf eləyəndə bu variantı istifadə edirlər. Sərf eləməyəndə o birisi variantı istifadə eləməklə o 20%-i də vətəndaşlara ödəmirlər. Hörmətli tamaşaçılar, bu günlərin əsas mövzularından biri də Krım ətrafında baş verən hadisədir. Əslində, bu hadisə ilə bağlı ötən günlərdə bir xəbər yayıldı. Xəbərdə deyilirdi ki, ABŞ prezidenti bəyan edib ki, Krım məsələsində Avropa İttifaqı və ABŞ eyni mövqedən çıxış eləməyə hazırdılar. Bu xəbəri oxumaq kifayət edir ki, dünyanın birliyinin Ukrayna hadisələrinə münasibətini əks etdirən tablo bizə aydın olsun. Bu cür qeyri-operativ bir reaksiyadan Kremlin ilhamlanaraq daha bir-iki ölkəyə hücum etməməsi möcüzədir. Bəziləri hesab edir ki, Ukraynalılar Krım üçün savaşmadılar. Ona görə dünya birliyi də bu cür reaksiya verdi. Amma gəlin görək, bu müharibə kimin idi və bu müharibədə kim uduzur? Rusiya Ermənistanı və onun ardından Ukraynanı asosiasiya sazişinin qapısından döndərə bildi. Bu, Azərbaycan nə edə bilər? Düşünək, əgər Ermənistan və Ukraynada sadəcə Rus hərbi bazaları varsa, Azərbaycanın torpaqları birbaşa işğal altındadır. Ukrayna Gürcüstandan az əhəmiyyətli və ya daha kiçikdir. Nə baş verir? Qərb Rusiyanın Krımı işğal etməsi ilə barışıb. Onun nəticəsində Ukraynanın digər hissəsini Avropaya daha bir mənalı bağlanacaq. Kremldə siyasi düşmənçilik dərinləşəcək. Qərb üçün bölgə təbii etibarlı müttəfiq formalaşacaq. Bu siyasət çox qorxulu deyilmi? Qorxuludur. Elə isə bu pərdənin arxasından nə ola bilər? Qərb nəhayət ki, ortaq mövqedən çıxış etdiyini bəyan edib. Bu, vahid iqtisadi izolyasiyaya səbəb ola bilsə, Rusiya təbii ki, zəifləyəcək. Krım kimi iqtisadi cəhətdən yoxsul bir bölgədə vəziyyət daha da ağırlaşacaq. Başqa tərəfdən Ermənistana verilən dotasiyalar Kreml üçün ciddi yükə çevirdi. Üstəlik, yeni işğalçı imici dünya siyasətindəki təsiredici imkanlarını da zəiflədəcək. Bu uzun sürən bir proses olsa, yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə Rusiya toplumunda ciddi anti-qərb əhval-ruhiyyəsi yaradacaq. Üstəlik, Moskva-Kiyev münasibətləri də gərginləşəcək. Nəhayət, psixoloji dirəniş sınacaq və bütün sosial-siyasi problemlərin həmişə olduğu kimi hakimiyyətin mərkəzindən qaynaqlandığı bəlli olacaq. Rusiya idarə olunmaz siyasi proseslərin meydanına çevriləcək. Onun uçsuz-bucaqsız torpaqlarında ciddi hərc-məclis yaranacaq. Bütün bunların bir mümkünsüzlük olduğunu düşünməyin. Hətta ötən əsrin əvvəllərindəki iki hakimiyyətlik dövründə eyni proseslər yaşanırdı. İndi sadəcə olaraq vahid Rusiyadan yana olan Avropa görünmür. Çünki Rusiyanın iddiaları artıq qərb üçün ciddi təhlükəyə çevrilir. Rusiya ilə təkcə Avropa, ABŞ, Qafqaz deyil, bütövlükdə tarixi vidalaşmaq vaxtı yetişib. Ona görə də ölmüş filin hara yıxılması düz hesablamaq bu dəqiqə ən faydalı iş olar. İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə görüşüb. Krımı işğal edən BMT-nin sənədlərini və tanıdığı sərhədləri heçə sayan Kremlin təmsilçisi də bu tərkibdə var. Bu formatda sülh və ədalətli həll danışıqlarının səmimiliyinə, faydalılığına kiminsə inandığını düşünmək çətindir. Birincisi odur ki, Azərbaycan hökuməti bu görüşə hardan ehtiyac duyub? Bu, kimə və nəyə mesajdır? Ola bilsin, İlham Əliyev Moskvaya demək istəyir ki, biz sizin ədalətinizə də, hökmünüzə də inanırıq. Ona görə də Rusiya adəti Minsk qrupunda ola bilməz kimi fikirlərin bizim hökumətə heç bir dəxli yoxdur. Bir sözlə bizə hirslənməyin. İkinci sual odur ki, bu görüş və ya bundan sonraki görüşlər hansı nəticəyə hesablanır? Göründüyü kimi, artıq dünyada danışılacaq çox az şey qalıb. Əgər qərb bütövlükdə Rusiyaya qarşı cəbhə açıbsa, burada Minsk qrupu çoxdan ölüb deməkdir. İlham Əliyevin cəhdi isə hələ də Rusiyanın qərblə danışmalı nə isə var görsənişini yaratmaqdır. Və bu, predmet də Azərbaycan torpaqlarıdır.
Bu durumun ölkə üçün nə qədər qorxulu olduğunu bilmək üçünsə elə də dərin analizə ehtiyac yoxdur. Azərbaycan rəhbərliyi bilməlidir ki, hazırda ən faydalı mövqe sadəcə hərəkətsizlik olmalıdır. Çox təəssüf ki, bu iqtidarın siyasəti nəticəsində ölkənin imici qərblə sürətli yaxınlaşmağa imkan vermir. İqtidarın siyasi hakimiyyəti itirmək qorxusu da ən azı bu qədər prosesə mənfi təsir edir. Hazırda Rusiyaya qarşı sanksiyalarda Azərbaycan onsuz da iştirak edə bilməz. Bunun üçün heç bir imkan yoxdur. Heç bir halda Kremli qızışdırmaq olmaz. Sadəcə ölkə daxilində vətəndaş iradəsinin güclənməsinə çalışmaq lazımdır. Əgər doğrudan da Əliyev üçün Rusiya təhlükəlidirsə, bu vəziyyətdən çıxış yolu sadəcə və sadəcə Azərbaycan insanının konsolidasiyasını, milli birliyini gücləndirməkdir. Və Azərbaycan insanı bilməlidir ki, bu senaridən başqa bütün senarilər sadəcə spekulyasiyadır. Yəni, vətəndaşların birliyinə və gücünə arxalanmayan dövlət, hakimiyyət özü üçün ilk təhlükəni elə yaradıb.